Dadına baxırsan doğrudan da ləzzətlidir. Amma etiket yox, qablaşdırma yox. Sadəcə bir söz var. Təbiidir, kənddən gətirmişəm. Kənddən gəlir, kənd məhsullarıdır hamısı. Bərdədən gəlir, Daşkəsəndən gəlir, Nehrə yağları, İsmailidən gəlir. Hər kəsin öz firması var da, öz həyətinin məhsuludur. Qatıqlardır, südlərdir, pendirlərdir, Bərdə rayonundan gəlir. Əksər pendirlərimiz Beyləqandan gəlir, şorsuzma da Şəkidən gəlir. Təmiz kərə yağı Bərdə, Beyləqan rayonundan gəlir. Çiyə yağları da Beyləqandan, İsmaildən belə hər cür növlər yağlar oradan gəlir. Alıcıların belə məhsullara üstünlük verməsinin əsas bir səbəbi var. Onların orqanik olduğuna inanırlar. Kənd məhsulları daha dadlıdır. Amma yəni dükandan aldığım şeylər yəni dadlı olmur. Məhsulların əsas kənd məhsulu olmasıdır vacib olan. Marketlərdə satılanlara bir o qədər etibar eləmək olmur. Məhsullar keyfiyyətlidir onun görə. Keyfiyyətdə yaxşıdır, tamı da yaxşıdır. Amma fakt odur ki, bir çox hallarda Nehrə yağı adı altında satılan yağlar heç də tam təbii yaxud orqanik olmur. Bazarlarda satılan yumrulanmış, üstündə nənələrin güya barmaq izləri olan kərə yağların tərkibində əksər hallarda bitki yağları, margarinlər olur. Onlar o ucuz satılan, kərə yağı adı altında satılan yağların əksəriyyəti heç də təmiz kərə yağı deyil. Bəzi qidaların tərkibində əlavə qatqılarla yanaşı bakteriyalar da aşkarlanır, xüsusən də ağartı məhsullarında. Ümumilikdə 8 istehsalçıya məxsus 17 adda məhsuldan götürülmüş nümunələri laborator müayinələrə tələb etməklə əldə olunan nəticələrə əsasən 15 adda məhsulun sınaq nəticələrində uyğunsuzluqlar aşkar edilməklə yanaşı 2 adda məhsulda kaliform bakteriyaları və kip mayo tolerasiyləri aşkar edilmişdir. Qida mütəxəssisləri də alıcılara bu məsələdə daha diqqətli olmalarını tövsiyə edirlər. Bazarlardan ev üsulu ilə hazırlanan məhsullar varsa, yaxşı olar ki, bunlara deyil, istehsalda tam olaraq etiketi istehsalçı məlum olan məhsullar üst tutsun. Bununla bağlı olaraq istehsalçının yerində öz satıcısına təqdim etdiyi müşahidəci sənədlə, ekspertiza aktı ilə və baytarlıq şəhadətnaməsi ilə tanış olunmalıdır. Bir sözlə, məhsul alarkən onun yalnız adına və ya görünüşünə yox, tərkibinə də diqqət etməliyik. Lalə Allahverdiyeva, Novruz Kazımov, Əntiqə Fərəcova, ASTV Xəbər.